Böyrəkləri bərpa etmək üçün çayni sodanın sağlamlığa faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Çayni soda bütün növ sağlamlıq problemləri üçün fantastik təbii müalicə kimi tanınır. Böyrəklərə kömək etdiyi də aşkar edilmişdir. Böyrək xəstəliyi və ya böyrək daşından əziyyət çəkənlər qanda bikarbonatın səviyyəsini artırmaq üçün çayni soda istifadə edə bilərlər. Bir çox insanlar böyrək daşlarını parçalamaq və qurtulmaq üçün bundan uğurla istifadə edirlər. Bunun həmçinin böyrəklərin daha da zədələnməsinin və böyrək çatışmazlığına gətirib çıxarmasının qarşısını aldığı da göstərilmişdir. Çayni soda bədəni qələviləşdirəcək, bu da turşuluğu aradan qaldıracaq və immunitet sistemini gücləndirəcək. Gündəlik yarım çay qaşığı çayni soda 400 ml su ilə qarışdırılaraq içilə bilər. Bu, tezliklə böyrəkləri boşaltmağa başlayacaq. Bu, həmçinin elektrolit səviyyənizi və qan təzyiqinizi sabitləşdirəcəkdir. Çayni soda da mədə-altı vəzinin normal işləməsinə kömək edir. Siz həmçinin pəhrizinizdən şəkər və doymuş yağları azaltmağa çalışmalısınız. Digər videolarımızda görülən sağlam şirələr və kokteyllər içməyə çalışın. Bu proses zamanı maddələr mübadiləsini gücləndirmək üçün gündəlik olaraq az miqdarda məşq etməyi də tövsiyə edirik. Dinlədiyiniz üçün çox sağ olun. Daha çox belə məlumatların gəlməsini istəyirsinizsə bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolar üçün kanala keçid edə bilərsiniz.